Kibele meydanı, İspanya'nın paytaxtı Madridin ən gözəl və ən məşhur meydanlarından biridir. Şəhərin ürəyi hesab olunan bu meydan, mərkəzində yerləşən möhtəşəm Kibele çeşməsi ilə tanınır və Madridin əsas simvollarından birinə çevrilmişdir. Meydan, şərq və qərbdə Alcala küçəsi, şimalda Recoletos bulvarı, cənubda isə Prado bulvarı kimi vacib küçələrlə əhatə olunub. Bu yerləşmə sayəsində Madridin əsas nəqliyyat və həyat damarlarının kəsişmə nöqtəsində dayanır. Meydanın ətrafında 4 mühüm bina yerləşir. İspanya Bankı, Buena Vista Sarayı, Linares Sarayı və əzəmətli Kibele Sarayı. Maraqlıdır ki, bu 4 bina Madridin 3 fərqli rayonunda yerləşir. Meydanın mərkəzindəki Kibele çeşməsi 1782-ci ildə neoklasik üslubda inşa edilib. Çeşmədə Roma mifologiyasındakı torpaq, məhsuldarlıq və ana tanrıçası Kibele 2 aslanın və ya leoparın çəkdiyi arabada taxtında oturarkən təsvir olunur. Heykəl mərmərdən hazırlanmış incə detalları ilə böyük diqqət çəkir. Tanrıça Kibele, qədim Anadolu və Yunan-Roma mədəniyyətlərində torpağı, bolluğu və qorunmanı simvollaşdırır. Çeşmə ilk vaxtlar şəhər sakinlərinə su təchizatı üçün istifadə olunub, 1895-ci ildə isə indiki yerinə köçürülərək bəzək elementi halına gətirilib. Kibele çeşməsi xüsusilə Real Madrid azarkeşləri üçün xüsusi məna daşıyır. Komanda çempionluq qazandıqda oyunçular burada hovuza girir, kapitan heykələ klub bayrağı və şərf asır, azarkeşlər isə coşqu ilə toplaşır. Meydan həmçinin rəsmi mərasimlər, bayram tədbirləri və yeni il şənliklərinin əsas məkanıdır. 2023-cü ildə Türkiyə Cumhuriyyətinin 100 illiyi münasibəti ilə qırmızı ağ işıqlarla işıqlandırılması kimi xüsusi anlara da ev sahibliyi edib. Kibele Sarayı meydanın ən diqqət çəkən binalarından biridir. 1919-cu ildə tikilmiş bu bina əvvəllər Rabitə Sarayı kimi tanınırdı. Hazırda isə Madrid Bələdiyyəsi və Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Ağ rəngli zərif memarlığı ilə turistlərin sevimli məkanıdır. Sarayın qarşısındakı çeşmə ilə birlikdə Madridin ən populyar turistik nöqtələrindən biri hesab olunur. Kibele meydanı yalnız tarixi və memarlıq dəyəri ilə deyil, həm də canlı atmosferi ilə də fərqlənir. Gündüzlər turistlər, axşamlar isə yerli sakinlər burada gəzinti edir, foto çəkdirir və şəhərin gözəlliyindən zövq alırlar. Meydan, Madridin İncəsənət Prospekti adlanan ərazisinin başlanğıc nöqtəsidir və yaxınlığında Prado muzeyi, Thyssen-Bornemisza və Reina Sofia kimi dünya miqyaslı muzeylər yerləşir. Bu meydan, Madridin zəngin tarixini, mədəni irsini və müasir həyatını bir araya gətirən nadir yerlərdəndir. Hər il minlərlə ziyarətçi buranı görmək üçün gəlir və Kibele çeşməsinin qarşısında xatirə şəkilləri çəkdirir. Madridə səyahət edənlər üçün Kibele meydanı mütləq ziyarət edilməli yerlərdən biridir. Şəhərin ruhunu və əzəmətini ən yaxşı əks etdirən məkanlardan.